Salam hər kəsə, salam gözəl xanımlar, mənim izləyicilərim. Bugünkü maska yulaf unu və mayadan ibarət möhtəşəm bir üz gəncləşdirici, üzü hamarlayan, poraları açan, üzü ləkələri aradan qaldıran, qırışları açan, bir sözlə möhtəşəm bir faydalı bir maska tövsiyə edəcəm sizə. Deməli, götürürük bir çay qaşığı yulaf unu və bir çay qaşığı quru maya. Mən mayanı alıram, boşaldıram bir qabın içinə, lazım olduğu qədər istifadə edirəm. Deməli, əlavə edirik bir qabın içinə və bunları yaxşı-yaxşı elə quru halda qarışdırırıq və üstünə əlavə edirik yaşıl çay. Mən yaşıl çay içdiyim üçün hər gün özümə yaşıl çay dəmləyirəm və yaşıl çay hardasa gedincəyə qədər, hardasa bir xörək qaşığı belə əlavə edirik, qarışdırırıq. Qarışdırandan sonra üstünə əlavə edirik Y vitamini. Üstünə əlavə edirik Y vitamini. Hardasa 7 damcı Y vitamini əlavə edirik. Y vitamini bilirsiniz ki, üzə çox faydalıdır. Gecə yatmamışdan qabaq gözünüzün altına, qara kölgələr olan zonaya, gözünüzün altına, üstünə Y vitamini çəksəniz, qırışları aradan qaldıracaq, qara kölgələri aradan qaldıracaq. Möhtəşəm bir vitamindir. Əlavə edirik hardasa 7 damcı Y vitamini. Qarışdırırıq. Yaxşı-yaxşı qarışdırandan sonra təmiz üzümüzə həftədə 2 dəfə, 3 dəfə etmək şərti ilə təmiz üzümüzə çəkirik. Çəkəndən sonra yuyuruq. 25 dəqiqə sonra yuyuruq. Hələlik.